Salam hörmətli Maktab izləyiciləri, bugün sizə 6 mart 2022-ci il tarixində keçirilən buraxılış imtahanına düşmüş İngilis dili, Azərbaycan dili və riyaziyyat suallarının izahını təqdim edəcəm. İngilis dilinin listening mətni əlimizdə olmadığı üçün 7-ci sualdan başlayırıq. 7-ci sual. Choose the correct conjunction, yəni düzgün bağlayıcını seçin. My mother likes tea, coffee. Ümumiyyətlə, bu tip suallarda biz 3 cür bağlayıcıdan istifadə edirik. Birinci bağlayıcı both and bağlayıcısıdır. My mother likes both tea and coffee. Yəni, mənim anam həm çayı, həm də kofini xoşlayır, hər ikisini xoşlayır. Bu da Azərbaycan dilindəki həm də, yəni iştirak bağlayıcısına uyğundur. İkinci bağlayıcımız either or, ya da deməkdir. My mother likes either tea or coffee, yəni mənim anam ya çayı ya da kofini xoşlayır. Bu da Azərbaycan dilindəki ya da bölüşdürmə bağlayıcısına uyğundur. Üçüncüsü isə neither nor, nədir. My mother likes neither tea nor coffee, yəni mənim anam nə çayı, nə də kofini xoşlayır. Bu da Azərbaycan dilindəki nədə inkarlı bağlayıcısına uyğundur. İndi isə variantlara baxaq. A variantında not and, ümumiyyətlə not and adlı bir bağlayıcı yoxdur. Əgər biz bu cümləni inkar cümləsi kimi yazsaydıq, məsələn, my mother doesn't like tea and coffee deyil, tea or coffee olardı. Yəni, ümumiyyətlə, belə inkar cümləsində and işlədilmir. A variantı səhvdir. B bəndində both or deyil, both and bağlayıcısı var. B variantı səhvdir. C bəndində either nor deyil, either or olmalı idi. C də səhvdir. Burada da neither or deyil, neither nor olmalı idi. D də səhvdir. Y-də də neither or, nə də bağlayıcıdır. Düzgün variantdır. 8-ci sual. Change the sentence into the passive voice. Yəni cümləni məchul növə çevirin. They will publish the book for the first time. Yəni onlar kitabı ilk dəfə nəşr edəcəklər. Ümumiyyətlə, bilirik ki, İngilis dilində feilin 2 növü vardır. Active voice, məlum növ və passive voice, yəni məchul növ. Active voice, məlum növ nə deməkdir? Bu zaman hərəkət mübtada tərəfindən icra olunur. Yəni, bu cümlə məlum növdədir. They will publish the book. Yəni, onlar kitabı çap edəcəklər. Burada hərəkət they, yəni onlar tərəfindən icra olunur. Əgər biz bunu passive voice, yəni məchul növə çevirərsək, bu zaman hərəkət mübtada üzərində icra olunacaq. Mübtada tərəfindən deyil. Yəni, bu zaman mübtada, deməli, verilmiş active voice olan cümlənin mübtadası, yəni they, tamamlıq olacaq və buradakı tamamlıq book mübtada olacaq və hərəkətdə mübtada, yəni book üzərində icra olunacaq. Və passive voice necə düzəlir? Passive voice to be istəyən participle to, yəni feilin keçmiş zaman feili sifəti vasitəsilə düzəlir. Burada da baxaq. Will olacaq will be və publish'ın da keçmiş zaman feili sifəti olacaq published. Yəni, düzgün cavab belə olar. The book will be published by them for the first time. İndi digər variantlara baxaq ki, digər variantlar niyə görə yanlışdır? The book will published. Burada be-ni buraxıblar, ona görə bu variant səhvdir. C bəndində they will published yox. Onlar çap olunacaqlar yox. Və burada be olmalıdır, be-ni də buraxıblar. They will published yox, the book will be published olmalı idi. Daha sonra the book will publish yox. Burada yenə be-ni buraxıblar və burada publish id olmalıdır. Y bəndində they will be published the book for the first time. They will be deyil, the book will be published olmalıdır. Ona görə Y bəndi də səhvdir. Düzgün cavab B bəndi. 9-cu sual. Choose the correct modal verb, yəni düzgün modal feili seçin. You be rude to your friends. Sən dostlarına qarşı rude, kobud deməkdir. Kobud olmalısan ya da olmamalısan. Məntiq ilə götürəndə kobud olmamalısan. İndi isə qrammatik cəhətdən baxaq. You aren't able. Bilirik ki, bu feil to be able to şəklində işlənir. Bu modal feil və bundan sonra to gəlməlidir.
Lakin burada yoxdur. Ona görə A bəndi səhvdir. You ought be rude. Ought-dan sonra da to gəlməlidir. Ona görə bu da yanlışdır. You oughtn't. Yenə burada oughtn't-dan sonra to gəlməlidir. You shouldn't be rude to your friends. Sən dostlarına qarşı gərək kobud olmayasan, bəli. D variantı tamamilə doğrudur. Y bəndində you haven't to deyil. Çünki bilirik ki, have to modal feilinin təsdiqi və inkarı do köməkçi feili vasitəsilə düzəlir. Yəni burada əslində belə olmalıydı ki, you don't have to be rude to your friends. Yəni sən dostlarına qarşı belə kobud olmamalısan. Düzgün cavab D bəndi. 10-cu sual. Choose the correct variant. Yəni düzgün variantı seçin. This dress is nicer than the one you bought yesterday. Yəni bu don sənin dünən aldığından daha gözəldir. Burada görürük ki, cümlədə than işlədilmişdir. Deməli, bunun qarşısındakı sifət müqayisə dərəcəsində comparative degree-də olmalıdır. Cavab variantlarına baxaq. Nice sözünün müqayisə dərəcəsi nice sözü tək hecalı sifət olduğu üçün nicer olar. More ilə işlənmir. A variantı səhvdir. B bəndində nicest burada superlative degree, yəni çoxaltma dərəcəsi işlənmişdir. Bu da səhvdir. Çünki than sözü ilə müqayisə dərəcəsi işlənməlidir. C variantı tamamilə doğrudur. D bəndində most nicest, yenə burada superlative degree yazmaq istəyiblər. Y bəndində də superlative degree, bu olmaz. Düzgün cavab C bəndi. 11-ci sual. Choose the correct variant. Düzgün variantı seçin. She spent months traveling around Europe. Yəni, o bir ay Avropanı gəzdi. Burada birinci sözə baxırıq. Burada işlənəcək article traveling sözünə aid olacaq, səyahət sözünə və traveling sözü sayıla bilən tək isimdir, countable noundur. Buna görə də bundan əvvəl biz mütləq article işlətməliyik və burada o bir ay Avropanı gəzdim. Article işlədiləcək, hansı ki bir mənasındadır. Yəni, ingiliscində bəzən biri yazmırlar, bir sözünün əvəzinə, one sözünün əvəzinə article işlənir. A month traveling around Europe. Biz bilirik ki, qitə, ştat, region adlarından əvvəl article işlədilmir. Məsələn, mən deyirəm Central Asia, yəni Mərkəzi Asiya, Texas, yəni Texas ştatı, California və s. Bunlardan əvvəl heç bir article işlənmir. Ona görə düzgün cavabımız Y bəndi olar. 12-ci sual. Match the words to their definitions. Yəni sözləri öz mənaları ilə uyğunlaşdırın. Əvvəlcə burada verilmiş mənalara baxaq. To give something to somebody in exchange for money. Yəni pul müqabilində kiməsə bir şey vermək. Bu təbii ki, satmaqdır. To sell. Yəni ikiyə A uyğun gələr. Daha sonra to travel on water in a ship or a boat. Yəni gəmidə və ya qayıqda suda səyahət etmək. Bu da bildiyimiz kimi to sail, yəni üzmək feilidir. Daha sonra yəni 1-ə B uyğun gələr. C bəndində to give somebody food or drink during mealtime. Yəni yemək vaxtı kiməsə yemək və ya içmək vermək. Bu da to serve, yəni xidmət etmək, qulluq etmək feilidir. 3-ə də C uyğun gələr. Düzgün cavabımız D bəndi. 13-cü sual. Choose the correct forms of the verb. Yəni feilin düzgün formalarını seçin. The police, everybody in the hall. Bu sual ümumiyyətlə mürəkkəb tamamlığa aid bir sualdır. Mürəkkəb tamamlıq nə deməkdir? Yəni 2 və ya daha artıq nitq hissəsi ifadə olunan tamamlıq mürəkkəb tamamlıqdır. Məsələn, mən desəm ki, I want you to clean the room. Yəni mən sənin otağı təmizləməyi istəyirəm. Nə edirəm? İstəyirəm. Kim istəyir? Mən istəyirəm. Mən mübtədadır. İstəyirəm xəbərdir. Sənin otağı təmizləməyi istəyirəm. Burada sənin otağı təmizləməyi bir yerdə mürəkkəb tamamlıqdır. Yəni bir neçə nitq hissəsi ilə ifadə olunmuş tamamlıqdır. İngilis dilində də mürəkkəb tamamlıqdan qabaq işlədilən feil, məsələn, I want you to clean. Burada want feilidir. Yəni mən istəyirəm. Bu feilin növündən asılı olaraq ondan sonra gələcək, yəni təmizləməyi feili ki var,
o feilin to ilə, to-suz və ya ing ilə işlənməsi təyin olunur. Və ingilis dilində baxaq ki, hansı feillərdən sonra deməli, gələn feil to ilə işlənir, hansılardan sonra to-suz işlənir, hansılardan sonra isə ing ilə işlənir. İngilis dilində let və make feillərindən sonra gələn feil ümumiyyətlə to-suz işlənir. Nədə ing-siz işlənir. Daha sonra notice, yəni sezmək, daha sonra observe, müşahidə etmək, feel, hiss etmək, baxmaq feili watch, sonra eşitmək feili hear, görmək see. Bu feillərdən sonra gələcək feil həm ing ilə işlənə bilər, həm də to-suz işlənə bilər. Hər iki cür işlədə bilərik. Hər ikisi də düzdür. Daha sonra want feilidir, ask, expect və ya recommend, yəni məsləhət görmək. Bu feillərdən sonra isə gələn feil mütləq to hissəci ilə işlənməlidir. Yəni ümumiyyətlə ingilis dilində əksər feillər yazılarkən iki feil arasında to hissəci tələb edir. İndi isə burada cavab variantlarında verən konkret feillərə baxaq. The police asked everybody wait in the hall. Askdan sonra mütləq to hissəci işlənməlidir. Wait işlənməsi yanlışdır. Birinci cavab yanlışdır. İkinci də the police told everybody to wait in the hall. Bəli, told feilindən sonra gələcək feil to ilə işlənməlidir. Bu düzdür. The police made everybody wait in the hall. Bəli, made feilindən sonra gələcək feil to-suz işlənir. Bu da doğrudur. The police expected everybody wait in the hall. Expected feilindən sonra xeyr, gələcək feil, yəni burada to wait işlənməlidir. To ilə işlənməlidir. Ona görə dördüncü variant səhvdir. Beşincidə the police ordered everybody to wait in the hall. Burada da order to ilə işlənməlidir. Bəli. Yəni düzgün cavab variantı Y bəndi olar. 14-cü sualda make up a sentence, yəni cümlə düzəldin. Ümumiyyətlə ingilis dilində word order, yəni söz sırası necə olur? Əvvəlcə mübtəda gəlir, yəni subject, daha sonra predicate, yəni xəbər, daha sonra direct object, yəni vasitəsiz tamamlıq, daha sonra indirect object, yəni vasitəli tamamlıq, daha sonra zərfliklər gəlir. Əvvəlcə yer zərfliyi gəlir, place zərfliyi, ən axırda isə zaman zərfliyi gəlir, time. Lakin bu zaman zərfliyini biz cümlənin əvvəlində də işlədə bilərik. İndi isə burada verilmiş sözlərə baxaq. Əvvəlcə mübtədanı yazırıq. Hannah, yəni Hanna. Daha sonra xəbər gəlir, cooked, yəni Hanna bişirdi. Daha sonra vasitəsiz tamamlıq gələr. Nəyi bişirdi? Vegetables, yəni tərəvəzləri bişirdi. Kimin üçün bişirdi? Vasitəli tamamlıq gəlir. For her daughters, yəni qızlar üçün bişirdi. Harda bişirdi? Daha sonra məkan zərfliyi. In the kitchen. Yəni Hanna öz qızları üçün mətbəxdə tərəvəz bişirdi. Düzgün cavab ardıcıllıq C-dəki kimi olar. 15-ci sual. Choose the correct variant, yəni düzgün variantı seçin. I don't like noisy parties. Mən səs-küylü partiləri xoşlamıram. Bu tip suallarda biz iki cür ifadədən istifadə edirik. So do I, yəni məndə, və neither do I, yəni məndə yox, yəni mən də belə etmirəm. Bu ifadələri niyə görə işlədirik? Ümumiyyətlə, söhbət tərəfdaşımızın dediklərlə müqayisədə özümüzün oxşar cəhətlərimizi, hərəkətlərimizi və ya vəziyyətimizi göstərmək məqsədi ilə özümüzün və ya digər bir şəxsin və təsdiq cümlələrində so do işlədilir. İnkar cümlələrində isə neither do işlədilir. İndi isə buradakı cümləyə baxaq. Bu inkar cümləsidir. İnkar cümləsi ilə heç vaxt so do işlənməz. Ona görə də C və D variantlarını çıxırıq. A bəndinə baxaq. Neither doesn't Nick. Neither doesn't Nick olmaz. Çünki
İki inkar birlikdə işlədilə bilməz. Neither does Nick olmalıydı. Ona görə A variantı səhvdir. B bəndində neither does Nick tamamilə doğrudur. Y variantında Nick doesn't to. Ümumiyyətlə inkarda to deyil, to'nun əvəzinə either işlədilir. İkisinin də mənası da, həmçinin deməkdir. Lakin to sözü inkar cümlələrində işlədilir. Düzgün cavab variantımız da B bəndi olar. Neither does Nick. 16-cı sual. Choose the correct exclamatory sentence. Yəni düzgün nida cümləsini seçin. Exclamatory sentence necə düzəlir? Ya what sual əvəzləyir, üstəgəl isim şəklində, ya da how zərfi, üstəgəl sifət və ya zərf. Yəni what ilə sifət işlədilmir və ya how ilə isim işlədilmir və nida cümlələrində nəqli cümlələrdə olduğu kimi əvvəlcə mübtəda gəlir, daha sonra xəbər gəlir. Variantlara baxaq. Birincidə how a beautiful smile have you got? Burada how a beautiful smile bu hissəsi yanlışdır. Çünki burada smile isimdir. Yəni sənin nə gözəl gülüşün var. How deyil, what olmalıydı. B bəndində what a beautiful smile have you got? Burada have you got olmaz, eləcə də burada da olmazdı. Bizdəki əvvəlcə mübtəda gəlir, sonra xəbər gəlir. Yəni you have got olmalıydı. C bəndində how a beautiful smile you have got. Burada ikinci tərəf you have got düzgündür, lakin what a beautiful smile olmalıydı, smile isim olduğu üçün. D bəndində what a beautiful smiles have you got. Burada smiles ismi cəmdə olduğu üçün what a beautiful, a artikli işlənməməlidir. What beautiful smiles you have got olmalıdır. Y bəndi tamamilə doğrudur. What a beautiful smile you have got. Burada smile ismi ilə what işlənmişdir. Doğrudur. Və əvvəlcə mübtəda gəlir, daha sonra da xəbər gəlir. Tamamilə doğrudur. Y variantı düzgün cavabdır. 17-ci sual. Choose the compound nouns, yəni mürəkkəb isimləri seçin. Mürəkkəb isimlər iki və daha artıq sadə sözün birləşməsindən ibarət olur. Birinciyə baxaq. Framework. Frame yəni çərçivə və work iş sözlərinin birləşməsindən əmələ gəlmişdir. Framework özü karkas, özək deməkdir. Struktur deməkdir. İkincidə vision. Vision mürəkkəb isim deyil, görmə deməkdir. Daha sonra nickname. Nickname ləqəb deməkdir. İki sözün birləşməsindən əmələ gəlmişdir. Nick və name sözlərinin, yəni bu mürəkkəb isimdir. 1 ilə 3 mürəkkəb isimlərdir. Population əhali deməkdir. Bu mürəkkəb isim deyil. 5-cidə governor. Governor qubernator deməkdir. Bu da mürəkkəb isim deyil. Sweatshirt və bu mürəkkəb isimdir. Köynək növüdür. Yəni düzgün cavabımız 1, 3, 6 C bəndi olar. 18-ci sual. Choose the correct pronoun, yəni düzgün əvəzliyi seçin. Ted is walking with lovely dog. Yəni Ted sevimli it ilə gəzir. It lovely dog, yəni o sevimli it. A bəndindəki iti qoysaq tamamilə yanlış olur. B bəndində yours lovely dog, yəni səninki sevimli itin, bu da düz gəlmir. C bəndi hers lovely dog, onunki sevimli iti, bu da düz gəlmir. Mine da mənimki deməkdir. Ümumiyyətlə burada yours, hers, mine, səninki, onunki, mənimki, bunların heç biri doğru deyil. Y bəndində isə onun və ya özünün deməkdir, his. Bu tamamilə doğrudur. Yəni Ted öz sevimli iti ilə gəzir. 19-cu sual. Choose the correct interrogative words, yəni düzgün sual sözlərini seçin. Train did you take? Yəni burada take qoymaq mənasında deyil, qoymaq götürmək mənasında deyil, minmək mənasındadır. Yəni sən hansı qatara mindin? Birinci sözə baxaq. Where?
Hara qatara mindin? Bu tərcümə cəhətdən düz gəlmir. İkincidə which train did you take? Yəni sən hansı qatara mindin? Tamamilə doğrudur. Üçüncüdə whom train did you take? Kimə qatar sən mindin? Düz gəlmir. Whose train olsaydı düz olardı. Yəni sən kimin qatarına mindin? Ona görə whom variantı yanlışdır. Dördüncüdə what train did you take? What normalda nə mənasını verir, amma hansı mənası da vardır. What train did you take? Yəni sən hansı qatara mindin? Dördüncü tamamilə doğrudur. How long train did you take? Nə qədər qatara sən mindin? Bu da beşincidə düz gəlmir. Yəni düzgün cavab variantı 2-4 D bəndi olar. 20-ci sual. Choose the correct variant. There are 12 months in a year. Yəni ildə 12 ay vardır. A variantına baxın. There is. Burada 12 ay. Ay sözü cəmdə olduğu üçün 12 aylar. Burada işlənəcək deməli xəbərdə mübtəda ilə uzlaşmalıdır. Yəni cəmdə olmalıdır. Ona görə A bəndi yanlışdır. Isn't eyni qayda ilə təkdə olduğu üçün yanlışdır. Wasn't deyil, weren't və ya were olsaydı doğru olardı. C bəndi də təkdədir, yanlışdır. D bəndi də was təkdədir, yanlışdır. Yeganə doğru variant Y bəndidir. There are 12 months in a year. Arda cəmdə olduğu üçün doğru variantdır. 21-ci sual. Choose the correct variant. The boys were all sitting the table and John took his brother. Nə deməkdir? Yəni oğlanların hamısı masa arxasında oturmuşdu və John qardaşının yanında oturdu. Baxırıq ki, burada sitting the table. Masa arxasında oturmaq ümumiyyətlə sit at the table gedir, yəni masanın yanında oturmaq. Ona görə də burada at olar. Daha sonra John took his seat. Burada da next to olar, yəni öz qardaşının yanında. Next to yanında deməkdir. Öz qardaşının yanında yer aldı. Yəni B variantı doğru variantdır. Digər variantlara baxaq ki, niyə görə səhvdir? A bəndində at doğrudur, amma among düz gəlmir. Among arasında deməkdir. Yəni və bir neçə əşyanın arasında mənasını verir. Yəni iki əşyadan artıq əşyaların arasında. Burada isə his brother yalnız bir isim verilmişdir. Ona görə among sözünü işlədə bilmərik. C variantında opposite the table əks istiqamətdə oturmuşlar. Bu müəyyən qədər düz ola bilər, amma between yenə burada arasında deməkdir. İki nəfərin arasında deməkdir. Burada isə yalnız bir şəxsdən söhbət gedir. Ona görə C bəndi də yanlışdır. D bəndində sitting of the table. Of ümumiyyətlə ən çox iki mənada işlənir. Ya yəli hal mənasında. Məsələn, the door of the room, yəni otağın qapısı in mənasında, ya da dan mənasında. Məsələn, 6 of them, yəni onlardan 6-sı. Burada isə nə dan, nə də mənası uyğun gəlmir. Ona görə D variantı da səhvdir. Y bəndində the boys were all sitting among the table, yəni stolun arasında oturmuşlar. Bu da mənasız bir cümlə alınır. Ona görə yeganə doğru variant B bəndidir. 22-ci sual. Choose the correct variant. Doğru variantı seçin. Tim injured his back while he was working in the garden. Yəni Tim bağda işləyərkən öz belini zədələdi. Buradakı variantlara baxaq. A variantı tamamilə doğrudur. Birinci tərəf keçmiş sadə zamanda işlənilmişdir. Injured. İkinci tərəfdə keçmiş davam edici zamanda işlədilmişdir. Was working. While bilir ki, davam edici zamanlarından işlənir ən çox. A bəndi doğru cavabdır. B bəndində Tim will injure his back while he will work in the garden. Ümumiyyətlə ikisi də gələcək zamandır. Burada while will work, while-la ümumiyyətlə will work uyğun gəlmir. B bəndi səhvdir. C bəndində Tim injures his back while
he was working in the garden. Cümlənin ikinci tərəfi he was working, yəni indiki, daha doğrusu keçmiş davam edici zamandadır. Birinci tərəf isə indiki sadə zamandadır. Yəni burada zaman uzlaşması pozulmuşdur. Keçmiş davam edici zamanla indiki sadə zaman bir-birlə uzlaşmır. D bəndində Tim injured his back. Burada eğer injure'nin əvəzinə injures olsaydı doğru olardı. Tim injured ümumiyyətlə heç bir zamanı ifadə etmir. Tim üçüncü şəxsin təkində olduğu üçün injured değil, injures olmalıdır. Injures is working olsaydı doğru olardı. Yəni düzgün cavab variantı A bəndidir. İndi isə mətn suallarına baxaq. Əvvəlcə mətni oxuyub tərcümə edək. The history of hamburger dates back to Turkish societies. Yəni hamburgerin tarixi Orta Asiyada tartar kimi tanınan Türk cəmiyyətlərinə gedib çıxır. At that time, Tartar soldiers ate raw meat. Yəni o vaxtlar tartar əskərləri çiğ ət yeyirdilər. Daha sonra while traveling, they put the meat under the saddles, leather seat on a horse of their horses. Yəni səyahət zamanı onlar əti atlarının yəhərlərinin altına qoyurdular. Burada verilmiş saddle sözü yəhər deməkdir və burada mötərizə içərisində onun izahı yazılıb ki, sizə daha anlaşılır olsun. Yəhər nə deməkdir? Yəni atın üstündə dəri oturacaq. Bu hissənin də mənası odur. Daha sonra these trips often lasted long. Yəni bu səfərlər çox vaxt uzun çəkirdi, uzun vaxt aparırdı. Soon they discovered that as a result of the movements of the horses, the meat became soft and chewable. Yəni tezliklə onlar kəşf etdilər ki, atların hərəkəti nəticəsində ət yumuşaq və çeynənilə bilən olurdu. Chewable çeynənilə bilən deməkdir. At the end of the long expeditions in Asia, they took the meat, put salt, pepper, onions and raw eggs on it. Yəni Asiyada sürən uzun ekspedisiyaların sonunda onlar əti götürüb üzərinə duz, istiot, soğan və çiğ yumurta vuraraq çiğ yumurta qoyurdular. Daha sonra so it became steak tartar. Bu da beləliklə steak tartar oldu. Steak sözünün mənası ət parçası və ya bifşteks deməkdir. Yəni bu da tartar bifşteksi adlandı. Mətnin ikinci hissəsi. When a merchant from Hamburg traded in Central Asia, he saw steak tartar and brought it to Germany. Yəni Hamburglu bir tacir, Hamburgdan olan bir tacir Orta Asiyada ticarətlə məşğul olarkən steak tartarı, yəni tartar bifşteksini görüb Almaniyaya gətirir. He presented it as Hamburg steak. O bunu olaraq Hamburg steaki kimi təqdim edir, yəni Hamburg bifşteksi kimi təqdim edir. Then a cook fried the meat and called it hamburger, that meant from Hamburg. Sonralar bir aşpaz həmin əti qızardaraq onu hamburger adlandırdı, hansı ki bunun mənası Hamburgdan deməkdir. From Hamburg, yəni Hamburgdan. Daha sonra as the time passed, hamburger spread to other countries. Yəni zaman keçdikcə hamburger başqa ölkələrdə yayıldı. Üçüncü hissə. A 19th century physicist and food development expert, Dr. J.H. Salisbury, brought hamburger to England. Yəni 19-cu əsr fiziki və qida inkişafı üzrə mütəxəssis olan Dr. Salisbury hamburgeri İngiltərəyə gətirdi. He was sure that for a healthy life, steak should be eaten 3 times a day. Yəni o əmin idi ki, sağlam bir həyat üçün bifşteks gündə 3 dəfə yeyilməlidir. However, it needs washing with hot water before preparation. Buna baxmayaraq, onun hazırlamazdan əvvəl qaynar su ilə yumaq lazımdır. The hamburger prepared in this way was called
Salisbury steak in England. Bu üsulla hazırlanan hamburger İngiltərədə Salisbury steak adlandırılmağa başlandı. Mətni tərcümə etdik. İndi isə suallara baxaq. 23-cü sual. Which statement is true according to the passage? Yəni, mətnə əsasən hansı mülahizə doğrudur? Steak tartare was made without any vegetables. Yəni, tartar bifşteksi içərisində heç bir ət olmayan, daha doğrusu içərisində heç bir tərəvəz olmayan ət idi. Xeyr, bu tamamilə yanlış variantdır. Çünki orada deyir ki, tartarlar onun üzərinə onions qoyurdular, yəni soğan qoyurdular. Ona görə A variantı səhvdir. B bəndi. The origin of the hamburger comes from Central Asia. Yəni, hamburgerin əsli, tarixi Mərkəzi Asiyadan gəlir. Bəli, tamamilə doğrudur. Mərkəzi Asiyada tartar tayfalarından, tartar millətindən gəlir. B bəndi doğru variantdır. C bəndi. J.H. Salisbury brought hamburger to Germany. Salisbury hamburgeri Almaniyaya gətirdi. Xeyr, Salisbury gətirmədi. Hamburgeri Almaniyaya bir tacir gətirdi, merchant gətirdi. Daha sonra, yəni bu da səhv variantdır. D bəndində a merchant fried the meat and called it hamburger. Yəni tacir əti qızartdı və bunu hamburger adlandırdı. Xeyr, tacir qızartmadı əti. The cook mətndə cook, yəni aşpaz yazılmışdı. Aşpaz qızartdı əti. Ona görə D variantı yanlışdır. Y bəndi. Hamburger was cooked by Tartar soldiers for the first time. Yəni ilk dəfə hamburger Tartar əskərləri tərəfindən bişirilmişdi. Xeyr, birincisi onlar əti çiğ yeyirdilər. Raw meat, yəni çiğ ət yeyirdilər. İkincisi də ki, onlarda bu hamburger adlanmırdı. Yəni hamburger sonradan adlandırılıb. Ona görə Y bəndi yanlışdır. 24-cü sual. Choose the correct answer to the question according to the passage. Yəni mətnə uyğun olaraq suala düzgün cavabı seçin. What did Salisbury think about steak? Yəni Salisbury həmin o bifşteks haqqında nə düşünürdü? Birincidə he considered it necessary for a healthy life. Yəni o bifşteksi sağlam həyat üçün vacib hesab edirdi. Bəli, birinci tamamilə doğrudur. Hətta o deyirdi ki, gündə 3 dəfə bifşteks yemək lazımdır. Ona görə 1 doğrudur. İkincidə he thought hamburger should be eaten raw. O düşünürdü ki, hamburger çiğ yeyilməlidir. O bu barədə heç bir şey deməyib. Yəni mətndə belə bir informasiya yoxdur. Yəni ikinci yanlışdır. Üçüncüdə he thought steak should be eaten 3 times a day. Yəni o düşünürdü ki, bifşteksi 3 dəfə yemək lazımdır gündə. Bəli, üçüncü doğrudur. Dördüncüdə he believed that washing steak is not necessary. O düşünürdü ki, bifşteksi, yəni bu ət parçasını yumaq vacib deyil. Xeyr, o elə düşünmürdü. O deyirdi ki, bifşteksi hazırlamadan əvvəl onu qaynar suda yumaq, bişirmək lazımdır. Ona görə də dördüncü səhvdir. Yəni düzgün cavabımız 1 ilə 3 olar. C bəndi. 25-ci sual. Complete the statement according to the passage. Yəni verilmiş cümləni mətnə əsasən tamamlayın. Hamburg steak, yəni Hamburg bifşteksi. A bəndinə baxaq. Was actually steak tartare brought to Germany. Yəni əslində Amerikaya gətirilən steak tartar idi. Bəli, bu doğrudur. A variantı tamamilə doğrudur. B bəndində was originally made by a food expert in England. Yəni İngiltərədəki bir yemək eksperti tərəfindən hazırlanmışdı. Xeyr, bu yanlışdır. Yemək eksperti Salisbury idi və o sadəcə bifşteks haqqında öz fikirlərini irəli sürmüşdü. B variantı səhvdir. C bəndində Hamburg steak was made at the beginning of long expeditions. Yəni Hamburg bifşteksi uzun ekspedisiyaların başlanğıcında hazırlanırdı.
Xeyr, mətndə at the end of the long expeditions, yəni uzun ekspedisiyaların sonunda hazırlanırdı. Mətndə bu cür yazılıb, yəni uzun müddət keçəndən sonra həmin ət çeynəndə bilən olurdu. Yəni burada at the beginning başlanğıcında yazılmalı səhvdir. At the end olmalı idi. C variantı yanlışdır. D bəndində Hamburg steak was eaten 3 times a day by soldiers. Yəni Hamburg steaki gündə 3 dəfə əsgərlər tərəfindən yeyilirdi. Xeyr, orada belə bir məlumat verilməyib. D bəndi yanlışdır. E bəndində Hamburg steak was fried by Tartar warriors. Yəni Hamburg bifşteksi Tartar döyüşçüləri tərəfindən qızardılırdı. Xeyr, onlar əti çiğ-yeyirdilər qızartmadan. Düzgün cavab A bəndi olar. 26-cı sual. The passage is mainly about. Yəni mətn əsasən nə haqqındadır? A bəndində Tartar soldiers in Central Asia, yəni Mərkəzi Asiyada olan Tartar əsgərləri haqqındadır. Xeyr, bu yanlışdır, çünki orada əsgərlərin əslində bifşteksi hazırlamağından söhbət gedir. Ona görə A bəndi yanlışdır. B bəndində The History of Famous Food, yəni məşhur bir yeməyin tarixçəsindən söhbət gedir. Bəli, doğrudur. Hansı ki, bu yemək Tartar bifşteksi və ya hal-hazırda məşhur olan yemək növü hamburger haqqındadır. Yəni B bəndi tamamilə doğrudur. C bəndində A merchant from Hamburg, Hamburgdan olan bir tacir haqqındadır. Xeyr, bu yanlışdır. Həmin tacir sadəcə vasitəçi olmuşdur. Yəni bu hamburgerin tanınmağında bir vasitəçi idi. D bəndi A food expert Dr. J.H. Salisbury, yəni yemək eksperti Dr. Salisbury haqqındadır. Xeyr, bu da yanlışdır. Y bəndində Types of steak in Central Asia, yəni Mərkəzi Asiyada bifşteksin növləri haqqındadır. Bifşteksin növlərindən ümumiyyətlə mətndə söhbət getmir. Yəni düzgün cavab B bəndi olar. Düzdür, bunlardan hamısı, yəni bu variantların hamısı haqqında müəyyən qədər mətndə danışılır, amma bizdən soruşulur ki, mətn əsasən nə haqqındadır? Ona görə B bəndi ən düzgün cavabdır. 27-ci sual. Complete the sentence according to the passage using your own words. Yəni öz sözlərinizdə istifadə etməklə mətnə əsasən cümləni tamamlayın. Tartar soldiers saw that the meat became more chewable when, yəni Tartar əsgərləri gördülər ki, ət daha çeynəndə bilən olur, nə vaxt ki, yəni ət nə vaxt çeynəndə bilən olurdu? Belə bir cavab yaza bilərik ki, when they put the meat under the saddles of the horses. Yəni nə vaxt ki, onlar əti atların yəhərinin altına qoyurdular. Siz öz sözlərinizdə bu fikri başqa cürdə yaza bilərsiniz. 28-ci sual. Write the answer to the question using your own words. Yəni öz sözlərinizdən istifadə edərək suala cavab yazın. How was steak tartar made? Yəni tartar bifşteksi necə hazırlanırdı? Mətndə bu məlumat qeyd olunub. Bunu öz sözlərinizə çevirərək yaza bilərsiniz. Bir düzgün cavab variantı belə ola bilər ki, the steak tartar was made by putting salt, pepper, onions and raw eggs on the meat. Yəni tartar bifşteksi ətin üzərinə duz, istiot, soğan və çiğ yumurta vurmaqla hazırlanırdı. Yəni dediyim kimi bunu öz sözlərinizdən başqa cürdə ifadə edə bilərsiniz bu fikri. 29-cu sual. Which word from paragraph 2 best fits to the following definition to buy and sell things? Yəni ikinci abzasdakı hansı söz verilmiş mənaya daha çox, yəni ən yaxşı uyğun gəlir? To buy and sell things, yəni əşyaları almaq və satmaq. Mətndə trade sözü işlədilmişdir, yəni ticarət etmək. Yəni to buy and sell things məhz bu trade sözünün mənasıdır. Burada trade də yaza bilərsiniz və ya to trade yaza bilərsiniz. Ticarət etmək. İkisi də doğru cavabdır. 30-cu sual. Write a synonym of the word a consequence from the passage. Yəni verilmiş mətndən consequence sözünün sinonimini yazın. Consequence nə deməkdir? Nəticə deməkdir.
Nəticə sözünün sinonimdə result olar. Yəni doğru cavab a result və ya result şəklində yaza bilərsiniz. 6 Mart Azərbaycan dili suallarının izahı. Birinci sual, nümunə ilə bağlı səhv fikirləri müəyyən edin. Burada diqqət yetirməlisiniz ki, bizdən səhv fikirlər istəyir. Baxaq, sirrini dostuna demə, dostunun da dostu var. Birincisi, xəbərlər həmcinsdir. Xəbərlər nə zaman həmcins olar? Əgər xəbərlərin ikisi də eyni bir mübtədaya aid olarsa, bu zaman həmin xəbərlər həmcinsdir. Ona görə də cümləni təhlil edək, baxaq ki, xəbərlər həmcinsdir ya yox. Nə etmə, demə, bu xəbərdir. Nəyi demə, sirrini demə, kimə demə, dostuna demə, bunların ikisi də tamamlıqdır. Daha sonra, dostunun da dostu var. Var burada bilirik ki, ismi xəbərdir. Kim var? Dostunun da dostu var. Bu da mübtədadır. Daha sonra baxırıq ki, bu xəbərlər hansı mübtədaya aiddir? Sirrinin dostuna demə. Kim deməsin? Sən demə. Yəni, burada sən mübtədası atılmışdır. Deməli, demə sözü əslində sən mübtədasına aiddir. İkinci hissəyə baxaq. Var, kim var? Dostunun da dostu var. Burada da mübtəda dostunun da dostudur. Yəni, mübtədalar ayrıdır. Birincidə sən, ikincidə dostunun da dostu. Ona görə də bu xəbərlər həmcins xəbərlər deyildir. Yəni, bu fikir səhv fikirdir. İkincisi, ismi xəbərləri olan mürəkkəb cümlədir. Birinci xəbər demə, görürük ki, feillə ifadə olunub. Ona görə də bu feilli xəbərdir, ismi xəbər deyil. Var isə ismi xəbərdir. Burada deyir, ismi xəbərləri olan. Yəni, hər ikisi də ismi xəbər olmadığı üçün bu variant da yanlış variantdır. Üçüncüsü, uzlaşma əlaqəsi var. Bəli, biz bilirik ki, mübtəda ilə xəbər arasında uzlaşma əlaqəsi olur. Yəni, dostunun da dostu mübtədası və var xəbəri arasında uzlaşma əlaqəsi vardır. Dördüncüsü, yəni bu üçü də düz götürürük. Dördüncüsü, yalnız qrammatik mənası olan sözdə işlənmişdir. Bilirik ki, əsas nitq hissələrinin həm leksik, həm qrammatik mənası olur. Köməkçi nitq hissələrinin isə yalnız qrammatik mənası olur. Burada deyir, yəni köməkçi nitq hissəsi də işlənmişdir. Bəli, işlənmişdir. Daha burada köməkçi nitq hissəsidir. Yəni, bu variant doğrudur. Bizdən yanlış fikirləri istədiyi üçün 1 ilə 2-ni seçirik. Düzgün cavab B bəndi. İkinci sual. Meşələr diyarında Cırtdan adlı balaca oğlan nənəsi ilə şad-xürrəm yaşayırdı cümləsindəki ikinci dərəcəli üzvləri ardıcıllıqla müəyyən edin. Əvvəlcə cümləni təhlil edək. Nə edirdi? Yaşayırdı. Yaşayırdı xəbərdir. Kim yaşayırdı? Oğlan yaşayırdı. Mübtədadır. Kim ilə yaşayırdı? Nənəsi ilə yaşayırdı. Görürük ki, burada ilə qoşmadır və bilirik ki, qoşma qoşulduğu sözlə birlikdə bütövlükdə cümlənin bir üzvü olur. Yəni, nənəsi ilə burada bütövlükdə tamamlıqdır. Necə yaşayırdı? Şad-xürrəm yaşayırdı. Şad-xürrəm zərflidir. Hansı oğlan? Balaca oğlan təyindir. Hansı balaca oğlan? Cırtdan adlı. Bu da təyindir. Harada yaşayırdı? Meşələr diyarında yaşayırdı. Bu da zərflidir. Və ikinci dərəcəli cümlə üzvlərinin ardıcıllığını müəyyənləşdirək. Əvvəlcə meşələr diyarında zərflik, daha sonra Cırtdan adlı təyin, balaca təyin, nənəsi ilə tamamlıq, şad, xürrəm, zərflik, yəni düzgün cavab D bəndi olar. Üçüncü sual. Hansı cümlədə güman şübhə bildirən ara söz işlənmişdir? Əvvəlcə yadınıza salın ki, ara sözlərinin 5 növü vardır. Güman şübhə bildirən ara sözlər, fikrin mənbəyini bildirən ara sözlər, təəssüf bildirən ara sözlər, nəticə bildirən ara sözlər və təsdiq bildirən ara sözlər. Baxaq birinci cümləyə. Təəssüf ki, təbii fəlakətlərdən qaçmaq mümkün olmur. Təəssüf ki, burada adından göründüyü kimi təəssüf bildirən ara sözdür. Ona görə bunu götürmürük. Bizdən güman şübhə bildirənləri soruşur. İkinci cümlə. Bəlkə də dünyada Araz qədər mürəkkəb və faciəli taleyi olan başqa bir çay yoxdur. Bəlkə də burada güman şübhə bildirən ara sözdür. İkincini götürürük. Üçüncü, görünür bu məlumat yalan idi. Görünür, yenə burada güman şübhə bildirən ara sözdür. Daha sonra dördüncü, məncə onlar vətən haqqında nəğmələrini elə həmin anlarda oxuyurlar. Məncə burada ara sözdür, lakin güman şübhə deyil, fikrin mənbəyini bildirir. Yəni kimə görə, mənə görə, məncə
bu fikrin mənbəyini bildirdiyi üçün bunu götürmürük. 5-ci cümlə. Rövşən olsun ki, gedə bilməyəcək. Yəni, Rövşən yəqin ki, gedə bilməyəcək. Bu da güman, şübhə bildirən ara sözdür. Bunu da götürürük. Yəni, düzgün cavab 2, 3, 5 olar. Bəlkə də görünür, olsun ki, düzgün cavab A bəndi. 4-cü sual. İmiş hissəci ilə işlənmiş feilləri müəyyən edin. Biz bilirik ki, imiş hissəcinin qısaltması mişdir və miş həm də nəqli keçmiş zamanın şəkilçisidir və ona görə bu sualda da məhz bunları fərqləndirmək bacarığı tələb olunur. Bunları necə fərqləndiririk? Bilirik ki, imiş əgər hissəci kimi işlənərsə, bu zaman o feil şəkillərinin əlamətindən, yəni feil şəkillərinin şəkilçilərindən sonra işlədilir. Lakin miş nəqli keçmiş zaman şəkilçisi olarsa, bu zaman o kökə və ya başlanğıc formaya birbaşa olaraq qoşulur. İndi isə variantlara baxaq. Birincidə gətirmişik. Gətir sözün köküdür. Miş sözün kökünə qoşulduğu üçün zaman şəkilçisidir, nəqli keçmiş zaman şəkilçisidir. Yəni, imiş hissəci deyil. Buradakı ilk də xəbərlik və ya şəxs şəkilçisidir. Yəni, burada imiş hissəci işlənməmişdir. İkinci cümlə, itirirmişsən. İt daha doğrusu sözün köküdür. İr burada leksik şəkilçisidir. İtirirmişsən. İtirir, buradakı ir indiki zaman şəkilçisidir. Miş isə zaman şəkilçisindən sonra işlədiyi üçün, bəli, bu imiş hissəcinin qısaldılmış formasıdır. Sən də burada xəbərlik şəkilçisidir. Yəni, burada imiş hissəci işlənmişdir. Üçüncü, itiribmiş. İt sözün kökü, ir leksik şəkilçi, ib nəqli keçmiş zaman şəkilçisi. Miş də bu nəqli keçmiş zaman şəkilçisindən sonra işlədildiyi üçün, bəli, bu imiş hissəcinin qısaldılmış formasıdır. Üçü də götürürük. Gətirərmişlər. Gətir sözün köküdür. Gətirər, burada qeyri-qəti gələcək zaman şəkilçisidir. Daha sonra miş yenə zaman şəkilçisindən sonra gəlib, ona görə imiş hissəcinin qısaldılmış formasıdır. Lərdə şəxs şəkilçisidir, yəni 4-ü də götürürük. 5-ci itirmişdi. İt sözün kökü. Daha sonra itir, ir leksik şəkilçi. Miş deməli, sözün başlanğıc formasına birbaşa olaraq qoşulduğu üçün bu imiş hissəci deyil, daha doğrusu nəqli keçmiş zaman şəkilçisidir. D isə buradan id hissəcinin qısaldılmış formasıdır. Yəni, bunu götürmürük. Gətirmişdir feili, gətir sözün köküdür. Miş burada sözün başlanğıc formasına, yəni kökünə qoşulduğu üçün burada miş nəqli keçmiş zaman şəkilçisidir. Dir isə xəbərlik şəkilçisidir. Yəni, bunu da götürmürük. Düzgün cavab B bəndi olar. 5-ci sual. Elə qar yağdı ki, açılmış çiçəklər tər ləçəklərini yerə tökdü. Tabeli mürəkkəb cümləsinin budaq cümləsindəki təyinlər nə ilə ifadə olunmuşdur? Əvvəlcə budaq cümləni müəyyən etməyə çalışaq. Biz bilirik ki, burada ki bağlayıcısı işlənmişdir, aydınlaşdırma bağlayıcısı və aydınlaşdırma və səbəb bağlayıcıları ilə bağlanmış tabeli mürəkkəb cümlələrdə baş cümlə əksər hallarda birinci yerdə işlənir. Düzü istisnalar da var, amma əksər hallarda baş cümlə birinci yerdə olur. Yəni, elə qar yağdı ki, bu baş cümlədir. Açılmış çiçəklər tər ləçəklərini yerə tökdü. Bu isə budaq cümlədir. İndi isə budaq cümləni tapdıq. Baxaq ki, buradakı təyinlər hansıdır? Təyinlərdən biri açılmış. Hansı çiçəklər? Açılmış çiçəklər. Hansı ləçəklərini? Tər ləçəklərini. Yəni, tər təzə, təravətli deməkdir. İkisi də təyindir. Nə ilə ifadə olunmuşdur? Açılmış sözü feilli sifətlə ifadə olunmuşdur. Yəni, feilli sifət həm feilin, həm sifətin xüsusiyyətlərini daşıyır. Tər isə sifətlə ifadə olunmuşdur. Yəni, düzgün cavab C bəndi. Feilli sifət və sifət. 6-cı sual. Cümlələrdən birində toplu isim işlənmişdir. Toplu isimlər nədir? Bunu yadımıza salaq. Toplu isimlər elə isimlərdir ki, onlar
cəm şəkilçisi qəbul etmədən çoxluq anlayışı və ya topluluq anlayışı bildirirlər. Burada baxaq, C variantı da kütlə meydana tərəf axışırdı. Burada kütlə insanlar, cəmaət mənasındadır və heç bir cəm şəkilçisi qəbul etmədən topluluq bildirir. Ona görə düzgün cavab C variantıdır. Digər variantlar niyə görə yanlışdır? Baxırıq ki, burada gənclər, lar şəkilçisi qəbul edib, çəmənlər cəmdə olan isimdir, narlar cəmdə olan isimdir, buzovlar cəmdə olan isimdir. Bunların hamısı cəm şəkilçisi qəbul edərək cəmlənir. Amma toplu isimlər isə cəm şəkilçisi qəbul etmədən topluluq bildirir. Buna görə A, B, D, E variantları yanlışdır. 7-ci sual. Hansı cümlədə iki söz yazılışından fərqli tələffüz edilir? Birinci cümləyə baxaq. Ağacdakı quş yuvaları məni sevindirdi. Burada ağacdakı sözündəki ç kimi tələffüz olunur. Çünki C-dən sonra D, yəni samit işlədilmişdir. Sait gəlsəydi C kimi qalardı, lakin samit olduğu üçün C karlaşır. Ç kimi tələffüz olunur. Ağacdakı. Burada yalnız bir halda deməli, söz yazılışından fərqli tələffüz edilmişdir. Ona görə bu variant yanlışdır. İkincidə quyudan çıxarılan su sərin idi. Burada ümumiyyətlə yazılışına fərqli tələffüz edilən söz yoxdur. Bugünkü imtahan həyəcanı bizdən uzaq idi. Burada uzaq idi sözü, uzaq sözü fərqli tələffüz olunur. Uzaq deyil, uzaq idi tələffüz olunur. Çünki qıdan sonra saitlə başlayan söz işlədilmişdir. Əgər samitlə başlayan söz işlədilsəydi, onda uzaq sözü uzaq kimi tələffüz olunardı. Burada isə sait idi, saitlə başladığı üçün uzaq idi kimi tələffüz olunur. Lakin yenə də bu cümlədə yazılışından fərqli tələffüz olunan yalnızca bir söz vardır. Ona görə də C-ni götürmürük. Sular durulur, havalar istiləşirdi. Burada fərqli tələffüz olunan söz istiləşirdi. Buradakı t D kimi tələffüz olunur, yəni istiləşirdi. Burada da yalnız istiləşirdi sözü fərqli tələffüz olunur. Ona görə bu cümləni də götürmürük. Daha sonra Arazın kənarında sərhədçilər dayanmışdılar. Burada iki söz yazılışından fərqli tələffüz olunur. Sərhədçilər və dayanmışdılar sözləri. Sərhədçilər sözündəki D, ondan sonra Ç işləndiyi üçün baxın, sərhədçilər kimi tələffüz olunur. Eləcə də dayanmışdılar sözündəki N M kimi tələffüz olunur, yəni dayanmışdılar. Ona görə də Y variantı düzgün variantdır. 8-ci sual. Mərd özündən bilər, namərd yoldaşından cümləsindəki sözlərlə bağlı səhv fikri müəyyən edin. Burada diqqət yetirməliyik ki, səhvi soruşur. A bəndi yoldaşından düzəltmə isimlə ifadə olunmuş xəbərdir. Əvvəlcə bu cümləni təhlil edək ki, biz xəbəri müəyyənləşdirə bilək. Nə edər, bilər, bu xəbərdir. Kim bilər, mərd bilər, mübtədadır. Kimdən bilər, özündən bilər, bu tamamlıqdır. Daha sonra namərd yoldaşından bilər. Burada bilər xəbəri buraxılmışdır. Kim bilər, namərd bilər, kimdən bilər, yoldaşından bilər. Burada da yoldaşından tamamlıqdır. Göründüyü kimi cümlənin ikinci hissəsində xəbər buraxılmışdır və buradakı yoldaşından sözü xəbər deyildir, tamamlıqdır. Ona görə A variantı elə yanlış variantdır. B bəndində bütün sözlərin leksik mənası var. Yəni, köməkçi nitq hissəsi işlənməmişdir. Bəli, bütün sözlər leksik mənaya malikdir. Yəni, hamısı əsas nitq hissələridir. Belə ki, mərd sifətdir, özündən əvəzlidir, bilər feildir, namərd sifətdir, yoldaşından da isimdir. Daha sonra C bəndinə baxaq. Mərd və namərd sifətlə ifadə olunmuş mübtədalardır. Bəli, təhlil etdikdə gördük ki, mərd və namərd mübtədadır və sifətlə ifadə olunmuşdur. Özündən təyin əvəzli ifadə olunmuş tamamlıqdır. Bəli, özündən tamamlıqdır və özdə təyin əvəzlidir. Y bəndi
Bilər gələcək zamanda işlənmiş feildir. Bəli, bilər feili qeyri-qəti gələcək zamanda işlənmişdir. Yəni bu variantların hamısı doğrudur. Təkcə A variantı yanlış idi. 9-cu sual. Hansı cümlədə ədat yoxdur? Cümlələrə baxaq. Bu musiqi gör nə qədər talelərdən xəbər verir. Burada gör ədatdır və əmr ədatıdır. Gör özü omonim sözdür, yəni həm ədat ola bilər, həm feil ola bilər. Nə bilək ki, burada ədatdır. Ümumiyyətlə, ədat, yəni köməkçi hissəsidir. Buna görə də həmin sözü, yəni ədatı cümlədən çıxardığımızda cümlə mənasını olduğu kimi saxlamalıdır. Mənasını itirməməlidir. Bu musiqi nə qədər talelərdən xəbər verir. Görü çıxartdı və baxırıq ki, cümlə öz mənasını itirməmişdir. Ona görə də gör burada ədatdır. Yəni bu cümlədə ədat işlənmişdir. Bu variantı götürmürük. Yoxmudur səndə gülüm heç insan. Burada gördüyümüz kimi mu sual ədatıdır. Yəni burada da ədat işlənmişdir. Daha sonra bu çiçəyin gözəlliyinə bax, insanı valeh edir. Burada bax bizi çaşdıra bilər. Bax həm ədatdır, həm də feildir. Lakin bu cümlədən baxa çıxarsaq, bu çiçəyin gözəlliyinə insanı valeh edir. Cümlə mənasızlaşır. Ona görə də bax burada köməkçinin hissəsi deyil, feildir. Ona görə bu cümlədə ədat işlənməmişdir. Düzgün cavab C bəndi. D-yə baxaq. Taliyevli məsələlərdə tək sənə inanıram. Buradakı tək deməli məhdudlaşdırıcı ədatdır. Y bəndi. Harda olsam gələrəm, təki sən səslə məni. Burada təki arzu bildirən ədatdır. Yəni düzgün cavabımız C bəndi olar. Yalnız C variantında ədat işlənməmişdir. 10-cu sual. Sözlərin leksik mənasını nəzərə alaraq ardıcıllığı müəyyən edin. Baxırıq. Yumaq nə deməkdir? Yumaq yumru şəkildə sarılmış ipdir. Bəli, yəni 1-ə C uyğun gəlir. Daha sonra məcra. Məcra nə deməkdir? Məcra ümumiyyətlə suyun axdığı yataq, yol deməkdir. Yəni suyun gedişatı deməkdir. Bəzən deyirlər su çay məcrasından çıxdı. Yəni məcra sözünə 2 uyğun gələr, suyun axdığı yol. Daha sonra legal sözü, legal qanuni deməkdir. Yəni qanunda icazə verilən. Yəni legal sözünə 4 uyğun gələr. İmtiyaz, imtiyaz əlavə hüquq deməkdir. Yəni başqalarından fərqləndirici əlavə hüquq. Burada da bunun sinonim kimi üstünlük və ya güzəşt sözlərini götürə bilərik. Yəni imtiyaza da 1-ci uyğun gəlir. Düzgün cavab da B bəndi olar. Əvvəlcə yumaq 3-ə uyğun gəlirdi. 3. Daha sonra məcra 2-yə uyğun gəlirdi. Daha sonra legal sözü 4-ə uyğun gəlirdi. İmtiyaz sözü isə 1-ə uyğun gəlirdi. 6 Mart riyaziyyat suallarının izahı. 1-ci sual. Düzbucağının perimetri 36 cm-dir. Tərəflərindən biri 12 cm olarsa, digər tərəfinin uzunluğunu tapın. Bilirik ki, düzbucağının perimetri P bərabərdir 2 vur A üstəgəl B düsturda hesablanır. Belə ki, P burada düzbucağının perimetri, A ilə B isə düzbucağının eni və uzunluğudur. Perimetr 36 cm verilmişdir. P-nin yerinə 36 yazırıq. A-nın isə yerinə 12 yazırıq. Mötərizəni vurub açsaq, 2 vur 12, 24, üstəgəl 2B. 24-ü o tərəfə keçiririk. 36 çıx 24 bərabərdir 2B. Yəni 2B bərabərdir 12, B bərabərdir 6 alarıq. Düzgün cavab Y bəndi 6 cm. 2-ci sual. 175% kəsrlə ifadə edin. Bilirik ki, ədədin %1 hissəsinə kəsr deyilir və faizlə kəsr arasındakı əlaqə düsturumuz bu şəkildədir. K faiz bərabərdir K bölünsün 100-ə. K-nın yerinə 175 yazırıq. Yəni 175% bərabərdir 175 böl 100. Buradan alarıq ki, 175% bərabərdir 1,75-ə. Yəni düzgün cavab B bəndi. Burada bizdən faizi kəsrə çevirmək soruşulurdu. Əgər kəsri faizə çevirmək tələb olunsaydı, onda həmin kəsri 100-ə vurmuş olardı. 3-cü sual. A böyüdür 10 kiçikdir 16 olarsa 0,5 A hansı aralıqda yerləşir?
0,5 a-nı tapmaq üçün biz verilmiş ikiqat bərabərsizliyin bütün tərəflərini 0,5-ə vuracağıq. Lakin burada diqqət yetirməli olduğumuz məqam budur ki, 0,5 müsbət ədəddir. Əgər mənfi ədəd olsaydı, onda bərabərsizliyin tərəflərini həmin mənfi ədədə vurduqda işarə dəyişməsi baş verəcəkdir. Yəni, kiçikdir işarəsi böyükdürlə, böyükdür işarəsi isə kiçikdirlə əvəz olunacaqdır. Burada isə belə bir əvəzlənmə baş vermir. Bərabərsizliyin tərəflərini 0,5-ə vuraq. 0,5 vur 10, 5 edər. Daha sonra 0,5a, bu da kiçikdir. 0,5 vur 16 da 8 edər. Yəni 0,5a 5 ilə 8 arasında yerləşir. Belə ki, 5 ilə 8 həmin aralığa daxil deyildir. Düzgün cavab A bəndi. Y bəndi niyə görə olmaz? Çünki biz aralığı yazarkən əvvəlcə kiçik ədədi yazırıq, sonra isə böyük ədədi. Əgər burada mənfi olsaydı, məsələn, mənfi 8-dən mənfi 5-ə olsaydı, onda düz olardı. Çünki mənfi 8 mənfi 5-dən kiçikdir. Lakin müsbət ədədlər üçün belə bir yazılış tamamilə səhvdir. Ona görə Y bəndini götürmürük. 4-cü sual. Silindirin yan səthinin sahəsi 30 pi olarsa, silindirin ox kəsiyinin sahəsini tapın. Bilirik ki, silindirin yan səthinin sahəsi S-yan bərabərdir 2 pi vur h düsturuyla hesablanır. Bu düsturu hardan alırıq? Belə ki, silindirin yan səthinin açılışını versək, bu bir düzbucaqlı olar və həmin düzbucaqlının uzunluğu silindirin oturacağının çevrəsinin uzunluğuna bərabərdir. Həmin düzbucaqlının eni isə silindirin hündürlüyünə, yəni h-a bərabərdir. Ona görə də silindirin yan səthinin sahəsi yan səthin açılışından alınan düzbucaqlının sahəsinə bərabərdir. Yəni, eni və uzunluğunun hasilinə bərabərdir. Bizdən sualda silindirin ox kəsiyinin sahəsi soruşulur. Ox kəsiyinə baxaq. Ox kəsiyi burada gördüyümüz düzbucaqlıdır. Belə ki, bu düzbucaqlının sahəsi 2r vurulsun h-a bərabərdir. Birinci düsturda baxırıq ki, 2 pi vur h bərabərdir 30 pi. Buradan piləri ixtisar etsək, elə 2r vur h bərabərdir 30 alınmış olar. Yəni, ox kəsiyinin sahəsi 30-a bərabərdir. Düzgün cavabımız Y bəndi. 5-ci sual. Sinifdə 26 şagird var. Tədbirdə iştirak etmək üçün onlardan ikisini neçə üsulla seçmək olar? Biz bu tip sualları ya kombinezonla ya da permutasiya ilə hesablayırıq. Burada kombinezondan istifadə edəcəyik. Nəyə görə? Çünki verilmiş iki uşaqdan, yəni seçiləcək iki uşağın hansı ardıcıllıqla seçmək, yəni tutaq ki, birinci mətanəti, ikinci pərvini seçməyin və ya birinci pərvini, ikinci mətanəti seçməyin heç bir rolu yoxdur. Yəni, uşaqların seçilmə ardıcıllığının əhəmiyyəti olmadığı üçün burada biz kombinezondan istifadə edəcəyik. Ardıcıllığın əhəmiyyəti olsaydı, onda permutasiya 26-dan 2 düsturundan istifadə edəcəkdik. Düsturumuz bu şəkildədir. Kombinezon n-dən k. Belə ki, burada n 26-dır, k isə 2-dir. Düsturun açılışı bu cürdür. N faktorial bölünsün, k faktorial vur n çıx k faktorial. N-in yerinə 26 yazırıq, k-nın da yerinə 2 yazırıq. 26 faktorial bölünsün, 26 çıx 2, 24 faktorial edər. Daha sonra biz bilirik ki, 26 faktorial nə deməkdir? Yəni, 1-dən 26-ya qədər olan ədədlərin hasili deməkdir. Bu, həm də 24 faktorial vur 25 vur 26 deməkdir. Belə ki, buradan 24 faktoriallar ixtisar gedər və nəticədə 25 vur 26 böl 2 qalar. 26 böl 2, 13, 13 vur 25 də 325 edər. Yəni, düzgün cavab D bəndi 325. 6-cı sual. Sinus 5x vur kosinus 3x üstəlik kosinus 5x vur sinus 3x bərabərdir 0,5 tənliyinə həll edin. Bərabərliyin sol tərəfi bizə nəyi xatırladır? Bu bizə toplama düsturlarında sinus alfa üstəlik betanın açılışını xatırladır. Belə ki, burada alfa 5x-a bərabərdir, beta isə 3x-a bərabərdir. Ona görə də bu düsturu sadə şəkildə sinus 5x üstəlik 3x şəklində yaza bilərik. 5x üstəlik 3x 8x edər. Yəni, tənliyimiz sinus 8x bərabərdir 2/1 şəklinə düşər. Biz də bilirik ki, sinus x bərabərdir A şəklində tənliyin həlli.
x bərabərdir -1 üstü k vur arcsinus a üstə gəl pi k şəklində hesablanır. Belə ki, burada bizdə x-in yerində 8x verilmişdir. 8x bərabərdir -1 üstü k vurulsun pi böl 6 üstəgəl pi k yazırıq. Nəyə görə pi böl 6? Çünki arcsinus a nə deməkdir? Yəni, hansı bucağın sinusu a-ya bərabərdir? Yəni, hansı bucağın sinusu 2-də 1-ə bərabərdir? Təbii ki, 30 dərəcənin sinusu 2-də 1-ə bərabərdir. 30 dərəcə 180 böl 6-dır. Yəni, 180-in yerinə pi yazırıq. Pi böl 6. Bu şəkildə olur düsturumuz. Daha sonra 8-i bərabərliyin sağ tərəfinə keçiririk. Yəni, hər tərəf 8-ə bölürük. Yekun nəticə x bərabərdir -1 üstü k vur pi böl 48 üstəgəl pi k böl 8 olur. Cavablara baxırıq ki, bu da A bəndinə uyğun gəlir. 7-ci sual. Loqaritm A əsasdan 3 böyüdür, loqaritm A əsasdan 5 bərabər istəyir. A-nın hansı qiymətlərində ödənər? Baxırıq ki, loqaritm A əsasdan fx böyüdür, loqaritm A əsasdan jx şəklində bərabər istəyir həll etmək üçün 2 hala baxmalıyıq. Birincisi, A-nın 1-dən böyük qiymətlərində, ikincisi də A-nın 0 ilə 1 arasında aldığı qiymətləri. Birinci hala baxaq, A böyüdür 1 olarsa, onda verilmiş bərabərsizlik fx böyüdür jx şəklində həll olar. Əgər A 0 ilə 1 arasında olarsa, bərabərsizliyimiz jx böyüdür fx şəklində olar. Burada baxırıq ki, fx-imiz 3-dür, jx isə 5-dir. Yəni, burada bizdə ikinci hala uyğundur bərabərsizlik, yəni jx 5 böyüdür fx, yəni 3. Ona görə də burada A 0 ilə 1 arasındadır. Yəni, düzgün cavab D bəndi. 8-ci sual. Fx bərabərdir 5x çıx 8 vur 5x üstəgəl 8 olarsa, fx funksiyasının törəməsini tapın. Bunu biz iki üsulla həll edə bilərik. Birinci üsul odur ki, bunu u vur v-nin törəməsinin açılışı şəklində yazmaqdır. Yəni, u vur v-nin törəməsi bərabərdir. U-nun törəməsi vur v üstəgəl v-nin törəməsi vur u. Lakin bu şəkildə yazmaq bir qədər mürəkkəb olardı. Həm də mexaniki səhv etmək ehtimalımız çoxalar. Ona görə də səhvlərə yol verməmək üçün bunu daha sadə yolla yazaq. Burada görürük ki, bu a çıx b vur a üstəgəl b-ni bizə xatırladır. Hansı ki, bu da a kvadratı çıx b kvadratının açılışıdır. Deyək ki, a 5x-dir, b isə 8-dir. Ona görə də 5x çıx 8 vur 5x üstəgəl 8-i 25x-in kvadratı çıx 64 şəklində yazırıq. Daha sonra bu ifadənin törəməsini tapaq. 25x kvadratının törəməsi bizə 50x verər. Nəyə görə? X kvadratının törəməsini hesablayaq. X kvadratının törəməsi 2x-dir. Çünki bilirik ki, x üstü n şəklində funksiyanın törəməsi n vur x üstü n çıx 1-ə bərabərdir. Yəni, x kvadratının törəməsi tapmaq üçün 2-ni qabağa keçiririk. 2 vurulsun x üstü 2 çıx 1. O da 2 vur x üstü 1 edər. Yəni, 2x. 25 vur 2x da 50x edər. 64 isə sabit olduğu üçün onun törəməsi 0-a bərabərdir. Yəni, bu ifadənin ümumilikdə törəməsi 50x-ə bərabərdir. Düzgün cavab B bəndi. 9-cu sual. Fx bərabərdir x kvadrat çıx 4x üstəgəl 5 funksiyasının qiymətlər çoxluğunu tapın. Bu funksiyanın qiymətlər çoxluğunu iki yolla tapa bilərik. Birincisi, verilmiş parabolanın təpə nöqtəsinin koordinatından istifadə etməklə, ikincisi isə ifadəni sadələşdirməklə. Birinci hala baxaq. Baxırıq ki, bu parabolanın qolları yuxarı istiqamətdə yönəlir. Niyə görə? Çünki burada x kvadratının əmsalı müsbətdir. Əmsal müsbət olarsa, deməli, parabolanın qolları yuxarı yönələr. Şəkildə gördüyünüz kimi, mənfi olarsa, onda aşağı istiqamətdə yönələr. Və bu funksiya üzərində, funksiya qrafiki üzərində parabolanın qiymətlər çoxluğunu analiz edək. Baxırıq ki, funksiya sonsuzluğa qədər uzanır. Yəni, y-in qiyməti burada müsbət sonsuzluqdur. Heç vaxt mənfi qiymətlər almır. Yəni, y-in sağ sərhəddi müsbət sonsuzluqdur. Y-in minimum sərhəddinin isə dəqiq məlumdur. Yəni, bu nöqtədir.
Deməli, biz bu nöqtənin koordinatını tapmalıyıq. Y-ni tapmalıyıq və həmin nöqtənin y-i bu düsturla hesablanır. N bərabərdir. -b kvadrat çıx 4ac böl 4a düsturu ilə. Belə ki, burada a 1-ə bərabərdir. B -4-ə bərabərdir. C isə müsbət 5-ə bərabərdir. ABC-nin qiymətlərini yerinə qoymaqla asanlıqla N-in qiymətini tapmış oluruq. Yəni, N bərabərdir 1. Deməli, bu funksiyanın qiymətləri çoxluğu 1-dən müsbət sonsuza qədərdir. İkinci yol isə verilmiş ifadəni sadələşdirməklədir. Yəni, burada biz 5-i 4 üstəgəl 1 şəklində yaza bilərik. Burada da x kvadratı çıx 4x üstəgəl 4, x çıx 2-nin kvadratı olar. Daha sonra üstəgəl 1. Biz qiymətlər oblastının minimum sərhədini tapmaq istədiyimiz üçün bu ifadənin minimum qiymətini tapmalıyıq. X-in yerinə 2 verərsək, 2 çıx 2, 0-ın kvadratı edər 0, 0 üstəgəl 1 edər 1. Yəni, bu ifadənin minimum qiyməti 1-ə bərabərdir. Niyə görə? Çünki x-a başqa qiymətlər versək, mənfi və ya müsbət qiymətlər versək, bu ifadə böyük qiymət alır. Biz isə qiymətlər çoxluğunun minimum sərhədini tapmaq istədiyimiz üçün x-in yerinə 2 qoyduq. Yəni, variantların hər ikisində də doğru cavabımız 1-dən müsbət sonsuza qədər olar. Sizə də hansı həll yolu daha sadə gəlirsə, onunla yaza bilərsiniz. 10-cu sual. Paralelipipedin həcminin 125 dəfə azalması üçün xətti ölçülərini neçə dəfə azaltmaq lazımdır? Tutaq ki, paralelipipedin ilkin həcmi V1-dir. Bilir ki, paralelipipedin həcmi onun N-nin uzunluğunun və hündürlüyünün hansına bərabərdir. Yəni, A vur B vur C düsturuna hesablanır. Bu ilkin həcmdir. Bunu V1 ilə işarə etdik. 125 dəfə azaldıqdan sonra olan həcmi isə V2 ilə işarə edək. Yəni, V2 bərabərdir ilkin həcm V1 bölünsün 125. V1-in yerinə A vur B vur C yazırıq. V2 bərabərdir A vur B vur C böl 125. Daha sonra deyir, xətti ölçülərini neçə dəfə azaltmalıyıq? Dəfəsini bilmədiyimiz üçün yerinə x yazırıq. Yəni, A, B, C hər bir xətti ölçünü müvafiq olaraq x dəfə azaldırıq. Azaltdıqdan sonra həcm də V2-yə bərabər olar. Buradan görürük ki, A vur B vur C-lər ixtisar gedir. Nəticədə x kubu bərabərdir 125 alınır. X bərabərdir kök altı 3-cü dərəcədən 125. Yəni, x bərabərdir 5 alınır. Düzgün cavab D bəndi 5 dəfə. 11-ci sual. İfadənin qiymətini tapın. İfadənin qiymətini tapmaq üçün onun toplananlarının hər birini sadələşdirməliyik. Birinci toplanana baxaq. Surətdən ortaq vuruğu mötərizə xaricinə çıxarırıq. Surət və məxrəcin hər ikisində. Daha sonra onları ixtisar aparmalıyıq ki, ifadə sadələşsin. Baxırıq ki, burada ortaq vuruq kök altda 6-dır. Çünki kök altda 24 özü kök altda 6 vur, kök altda 4-dür. Kök altda 6-nı çıxartsaq, kök altda 6 böl kök altda 6 1 edər. Kök altda 24 böl kök altda 6 kök altda 4 edər. Daha sonra kök altda 24-ü kök altda 6 vur 4 şəklində yazırıq. Buradan kök altda 6-lar ixtisar gedir. Alınır 1 böl 1 çıx kök altda 4 böl kök altda 4. Bunu da açsaq 1 böl kök altda 4 bu şəkildə yazırıq. Kök altda 4 böl kök altda 4 də 1 edər. Çıx 1. Daha sonra ikinci toplanana baxırıq. Eyni qayda ilə kök altda 6-nı mötərizə xaricinə çıxarırıq və kök altda 6-ları ixtisar edirik. Burada da 1 üstəgəl kök altda 4 qalar. Mənfi 1-dən müsbət 1 islah gedər. 1 böl kök altda 4, kök altda 4-dən 2 çıxar. 1 böl 2, 2-də 1 üstəgəl. Burada da kök altda 4-dən 2 çıxarırıq. 2. Yəni 2 üstəgəl 2-də 1 edər 2 onda 5. Düzgün cavab C bəndi. 12-ci sual. Verilmiş kompleks ədədin modulunu tapın. Bilirik ki, kompleks ədədin cəbri şəkildə yazılışıb. Belə olar. Z bərabərdir A üstəgəl BI. Belə ki, burada A kompleks ədədin həqiqi hissəsinin əmsalıdır. B isə kompleks ədədin xəyali hissəsinin əmsalıdır.
Surətlə məxrəcə baxsaq, bu kompleks surət və məxrəcin hər biri ayrı-ayrılıqda kompleks ədədlərdir. Yəni bir növ bu Z kompleks ədədi iki kompleks ədədin nisbəti şəklində verilmişdir. Yəni Z bərabərdir Z1 böl Z2 və biz də bilirik ki, burada Z kompleks ədədinin modulu hər bir kompleks ədədin ayrı-ayrılıqda modullarının nisbətinə bərabərdir. Yəni surət və məxrəcdəki kompleks ədədlərin modullarını hesablayaq. Kompleks ədədin modulu kök altda a kvadrat üstəgəl b kvadrat düsturla hesablanır. Surət üçün yazırıq ki, a1-in kvadratı, yəni kök altda 8-in kvadratı bu şəkildə yazırıq. Daha sonra b1-in kvadratı, yəni burada i-nin əmsalı -1-dir. Ona görə də yazırıq -1-in kvadratı. Daha sonra eyni qayda ilə məxrəc üçün yazırıq. A2-nin kvadratı, yəni burada kök altda 3-ün kvadratı üstəgəl b-nin də əmsalı 1-dir, 1-in kvadratı. Daha sonra bu ifadəni hesablayırıq. 8 üstəgəl 1 edər 9, kök altda 9-dan 3 çıxar. Kök altda 3-ün kvadratı edər 3, 3 üstəgəl 1, 4, kök altda 4-dən də 2 çıxar. Yəni düzgün cavab 2-də 3 və ya 1/5 Y bəndi. 13-cü sual. Düzbucaqlı üçbucağın iti bucaqlarından biri o birindən 4 dəfə kiçikdir. Böyük iti bucağı tapın. Ümumiyyətlə bilirik ki, istənilən üçbucağın bucaqlarının cəmi 180 dərəcəyə bərabərdir və bu düzbucaqlı üçbucaq olduğu üçün bucaqlarından biri artıq məlumdur, yəni 90 dərəcəyə bərabərdir. Kiçik bucağı x ilə işarə etsək, ondan 4 dəfə böyük olan bucaqda 4x olar. Tənliyimizi qurduq, daha sonra sadələşdiririk. X üzəri 4x 5x edər. 180 çıx 90, 90 edər. X bərabərdir 90 böl 5, yəni 18 dərəcə. Diqqət yetirməliyik ki, bizdən böyük iti bucağı istəyir. Yəni cavabı birbaşa 18 götürməməliyik. Bu yanlış variantdır. 18-i 4-ə vururuq. Böyük bucağımız 4 vur 18, 72 dərəcə olar. Yəni düzgün cavab A bəndi. 14-cü sual. Sinus alfa bərabərdir 1 olarsa, kosinus alfa üstəgəl kotangens alfanı tapın. Bilirik ki, sinus alfa nə vaxt 1-ə bərabər olar? Alfanın 90 qiymətində, yəni alfa bərabərdir 90 dərəcə. Bizə artıq 90 dərəcənin sinusu, kosinusu, tangensi, kotangensi məlumdur. Kosinus 90 dərəcə 0-a bərabərdir. Kotangens 90 dərəcə də 0-a bərabərdir. Nəyə görə? Çünki kotangens 90 dərəcə bərabərdir. Kosinus 90 dərəcə böl sinus 90 dərəcə. Kosinus 90 dərəcə 0-dır. Sinus 90 dərəcə 1-dir. 0 böl 1 0 edər. Yəni kosinus alfa 0-dır. Kotangens alfa da 0-dır. Yəni bu ifadənin yekun qiyməti 0 edər. Düzgün cavabımız 0. 15-ci sual. X bərabərdir -1 olduqda ifadənin qiymətini hesablayın. Burada sadəcə olaraq x-in yerinə -1 qoymamız lazımdır. -1 qoysaq ifadə bu şəklə düşər. 3 vur -1 üstü 6 çıx 11 vur -1-in kubu üstəgəl 9 vur -1 üstü 7. Burada diqqət etməliyik ki, mənfi ədədin üstü cüt olarsa, onda yekun nəticəmiz müsbət olar. Əgər mənfi ədədin üstü tək ədəd olarsa, onda yekun ifadəmiz mənfi qiymət alır. Burada baxırıq ki, -1 üstü 6 bizə 1 verir. Yəni 3 vur 1 edər 3. Daha sonra -1-in kubu bizə -1 verər. -1 vur 11 edər -11. Lakin qabağında çıx olduğu üçün -11-in mənfisi ilə burada verilmiş çıx işarəsi bir-birini müsbətləşdirir. Ona görə üstəgəl 11 yazırıq. Daha sonra -1 üstü 7 -1 edər. 9 vur -1 edər -9. Yəni burada çıx 9 yazırıq. Bu edir 14 çıx 9 bərabərdir 5. Düzgün cavabımız 5. 16-cı sual. Təyinlər sistemindən x üstəgəl y tapın. Biz bunu müxtəlif yollarla edə bilərik. Burada əvəzləmə yolu ilə yazaq. Birinci tənlikdən y-i x ilə əvəz edək. Yəni 3x-i o tərəfə keçirsək 2y bərabərdir 13 çıx 3x alınır. Daha sonra y bərabərdir 13 çıx 3x böl 2.
Aldığımız y-in qiymətini ikinci tənlikdə yerinə qoyuruq. Yəni 5x olduğu kimi qalır. Çıxılsın 3 vur. Y-in yerinə qiymətini yazırıq. 13 çıx 3x böl 2 bərabərdir 9. Artıq bizdə bir dəyişənli tənlik alındı. Bu tənliyin hər iki tərəfini 2-yə vursaq, 5x vur 2 edər 10x çıxılsın. Burada 2-yə vurduğumuz üçün bu 2'lər ixtisar gedər. Qalır 3 vur 13, yəni çıx 39. 3 vur 3x edər 9x. Burada 2 dənə çıx olduğu üçün bir-birlərini müsbətləşdirilər. Yəni üstəgəl 9x yazırıq. Bərabərdir 18-ə. Daha sonra 10x üstəgəl 9x, 19x, 18 üstəgəl 39 da 57 edər. X bərabərdir 57 böl 19, yəni x bərabərdir 3. X-i tapdıq. İndi isə y-i tapaq. Y-i necə tapırıq? Bayaq birinci tənlikdə apardığımız y-in qiyməti üçün apardığımız əvəzləmədən x-in qiymətini yerinə yazaq. Yəni x-in yerinə 3 yazaq. Y bərabərdir 13 çıx 3 vur 3 böl 2 bərabərdir 2 alarıq. Bizdən x üstəgəl y cəmini soruşur. X üstəgəl y bərabərdir 3 üstəgəl 2, o da bərabərdir 5-ə. Yəni düzgün cavabımız A bəndi. 17-ci sual. Uzunluğu 17 cm olan parça müstəvini kəsir. Parçanın uclarından bu müstəviyə qədər olan məsafə 7 cm və 8 cm olarsa, bu parçanın müstəvi üzərindəki proyeksiyasını tapın. Əvvəlcə müstəvini qurduq. Daha sonra AB parçasını çəkirik. Belə ki, parçanın uclarının, yəni A nöqtəsinin müstəvidən olan məsafəsi 7 cm-dir və B ucunun müstəvidən olan məsafəsi isə 8 cm-dir. Bizdən isə bu proyeksiyanı soruşur. Göstərdiyim bu hissəni soruşur. Biz A nöqtəsindən bir uzantı çəkə bilərik. Eləcə də B nöqtəsindən uzantı çəkə bilərik. Burada düzbucaqlı üçbucaq yaranır və burada bizdən soruşulan proyeksiyanı bunu P ilə işarə etsək, həmin bu P-ni bura köçürə bilərik. Yəni bunlar bir-birinə bərabərdir. Daha sonra bu düzbucaqlı üçbucağa fikir veririk. Buranı tutaq ki, O ilə işarə edək. AOB düzbucaqlı üçbucağında hipotenuz şərtdə verilmişdir. Yəni AB hipotenuzdur və 17 cm-ə bərabərdir. Daha sonra bunun bir kateti də, yəni AO kateti də 15-ə bərabər olar. Çünki bura 7 cm-dir. Bura 8 cm-də köçürürük bura və olur 7 üstəgəl 8 cəmi 15 cm. Yəni düzbucaqlı üçbucağın hipotenuzu 17-dir. Bir kateti isə 15-dir. Bura Pifaqor teoremini tətbiq etməklə proyeksiyanı, yəni bu P-ni tapa bilərik. Düsturumuzu yazırıq. Hipotenuzun kvadratı, yəni 17-nin kvadratı bərabərdir. Katetlərdən birinin kvadratı, yəni 15-in kvadratı üstəgəl ikinci katetin kvadratı, yəni P-nin kvadratı. Buradan P-ni tapırıq. P bərabərdir. Kök altda 17-nin kvadratı çıx 15-in kvadratı. 17-nin kvadratı 289 edir. 15-in isə kvadratı 225 edir. 289 çıx 225 64 edər. Kök altda 64 də bərabərdir 8. Tapdıq ki, proyeksiya 8 cm-ə bərabərdir. 18-ci sual. Verilmiş tənliyin kökləri hasilini tapın. Bu tənliyi hesablamaq üçün əvvəlcə ədədləri bir tərəfdə saxlayırıq. Loqaritm 3 əsasdan 4x üstəgəl 3 isə bərabərliyin digər tərəfini sağ tərəfinə keçiririk. Alınar 1 bərabərdir. Loqaritm 3 əsasdan x kvadrat üstəgəl 23 çıx loqaritm 3 əsasdan 4x üstəgəl 1. Daha sonra bilirik ki, loqaritm C əsasdan A çıxılsın loqaritm C əsasdan B elə loqaritm C əsasdan A böl B-yə bərabərdir. Eyni düsturu burada tətbiq edirik. Yəni 1 bərabərdir. Loqaritm 3 əsasdan x kvadrat üstəgəl 23 böl 4x üstəgəl 1. Bu nə deməkdir? Bu deməkdir ki, 3-ün üstünə 1 yazarsaq, onda bu ifadə alınmış olar. Yazırıq 3 üstü 1 bərabərdir. X kvadrat üstəgəl 23 böl 4x üstəgəl 1. Daha sonra 4x üstəgəl 1-i bərabərliyin sol tərəfinə keçiririk. Alınar 3 vur 4x edər 12x. 3 vur 1 edər 3. Daha sonra bərabərliyin sol tərəfindəkiləri sağ tərəfə
keçirib kvadrat tənliyi formasına çeviririk. X kvadrat çıx 12x üstəl 20 bərabərdir 0. Bizdən bu tənliyin kökləri hasilini soruşur. Ayrı-ayrılıqda kökləri tapıb bir-birinə vura da bilərik. Amma Viet teoremindən istifadə etmək daha sadə olardı. Yəni Viet teoreminə görə köklər hasili x1 vur x2 bərabərdir c böl a. Burada a 1-ə bərabərdir. B -12-yə bərabərdir. C isə 20-yə bərabərdir. C böl a da 20 böl 1 edər. Yəni köklər hasili x1 vur x2 20-yə bərabərdir. 19-cu sual. BMC qövsü 150 dərəcə, bucaq B böl bucaq A bərabərdir 3/2 olarsa, bucaq A-nı tapın. Əvvəlcə şəkil üzərində verilənləri qeyd edək. Belə ki, bu BMC qövsü 150 dərəcədir, yazdıq. Daha sonra bucaq B-nin bucaq A-ya nisbəti 3/2 olduğu üçün bucaq B-ni 2x ilə işarə edirik. Bucaq A-nı isə 3x ilə işarə edirik. Bizdən bucaq A-nı soruşur. Əvvəlcə baxırıq ki, verilib BMC qövsü 150 dərəcədir. Və buranı tutaq ki, O ilə işarə etsək, baxırıq ki, burada BOC bucağı BMC qövsünün yarısına bərabər olar, yəni 75 dərəcəyə bərabər olar. Nəyə görə? Çünki bilirik ki, hər hansı bir qövsdə, yəni BMC qövsünə söykənmiş daxilə çəkilən bucaq, yəni BOC bucağı söykəndiyi qövsün yarısına bərabərdir. Ona görə BOC bucağı bərabərdir BMC qövsünün yarısına, yəni 150 bölü 2, 75 dərəcəyə. Daha sonra bunu iki yolla həll edə bilərik. Bundan sonrasına baxırıq ki, ümumiyyətlə istənilən bir üçbucağın xarici bucağı, yəni burada xarici bucaq 75 dərəcədir. Özünə qonşu olmayan daxili bucaqların cəminə bərabərdir. Yəni 75 bərabərdir 2x üstəgəl 3x, belə də yaza bilərik. Başqa cür B yaza bilərik ki, bura 75 dərəcədir. Bu bucaq ümumilikdə 180 dərəcə olduğu üçün 180-dan 75 çıxırıq. Bura 105 dərəcə edər və bilirik ki, deməli, üçbucağın bucaqlarının cəmi 180 dərəcədir. Yəni biz AOC, daha doğrusu AOB üçbucağının bucaqları cəminin düsturunu yazırıq. 3x üstəgəl 2x üstəgəl 105 dərəcə bərabərdir 180-a. 3x üstəgəl 2x edər 5x. 5x bərabərdir 180 çıx 105, yəni 75-ə. X bərabərdir 75 böl 5, yəni 15 dərəcəyə x-i tapdıq. Bizdən A bucağını soruşur. A bucağı 3x-ə bərabərdir. Yəni A bərabərdir x vurulsun 15, o da bərabərdir 15 vur 3, o da bərabərdir 45 dərəcəyə. A bucağının dərəcə ölçüsü 45 dərəcə olar. 20-ci sual. İki usta birlikdə işi 6 saata görür. Birinci usta işi digərindən 9 saat gec görür. Birinci usta işi təklikdə neçə saata görər? Tutaq ki, ikinci usta işi təklikdə x saata görür. Deməli, birinci usta ondan 9 saat gec gördüyü üçün təklikdə işi x üstəgəl 9 saata görmüş olar. Daha sonra baxırıq ki, iki usta birlikdə işlədikdə ümumi işi 6 saata görürlər. Deməli, 1 saata işin hansı hissəsi görülmüş olar? 6-da 1 hissəsi. Eyni qayda ilə ikinci usta ümumi işi x saata görürsə, 1 saata işin x-da 1 hissəsini görmüş olar. Birinci usta da ümumi işi x üstəgəl 9 saata görürsə, 1 saata işin x üstəgəl 9-da 1 hissəsini görmüş olar. Daha sonra belə bir tənlik aldıq. Tənliyimizi sadələşdiririk. Bu iki toplamına ortaq məxrəc veririk. Ortaq məxrəc x vur x üstəgəl 9 olar. Birincinin sürətini x üstəgəl 9-a vururuq, ikincinin sürətini x-a vururuq. Belə bir tənasüb alırıq. Bu tənasübün tərəflərini çarpaz vururuq. 1 vur x üstəgəl 9, x kvadrat üstəgəl 9x edər. Daha sonra burada 6 vur 2x üstəgəl 9 alınır. 6 vur 2x 12x edər. 6 vur 9 da 54. Daha sonra tənliyin sağ tərəfindəkiləri sol tərəfə keçiririk və nəticədə belə bir kvadrat tənliyi alırıq. Kvadrat tənliyi həll edirik. Kvadrat tənliyin həlli x bərabərdir -b üstəgəl çıx kök altda d bölünsün 2a düsturu ilə hesablanır.
mənfi b, b'miz mənfi 3'dür. Mənfi b edər 3 üstəgəl çıx. Kök altdan diskriminant b kvadrat çıx 4ac üstə hesablanır. B kvadratı, yəni mənfi 3'ün kvadratı edir 9. Üstəgəl 4ac, yəni 4 vurulsun. A'mız 1'dir. Vurulsun c. C mənfi 54'dür. Lakin buradakı mənfi ilə düsturdakı b kvadratı çıx 4ac, oradakı çıx bir-birini müsbətləşdirir. Ona görə burada ortaya üstəgəl yazırıq. Kökün altını hesablayırıq. Alınar kök altda 225. Kök altda 225'dən 15 çıxar. Yəni yekun nəticə x bərabərdir 3 üstəgəl çıx 15 bölünsün 2. Daha sonra x1, x2'ni hesablayırıq. x1 bərabərdir 3 üstəgəl 15 bölü 2, yəni 9'a. Daha sonra x2 bərabərdir 3 çıx 15 bölünsün 2, yəni mənfi 6'ya. Lakin burada iş saatı mənfi ədəd ola bilmədiyi üçün biz mənfi qiymətini nəzərə almırıq, götürmürük. Yalnız x-in müsbət qiymətini, yəni 9'u götürürük. Biz tapdıq ki, ikinci usta işi 9 saata görür. Onda birinci usta neçə saata görər? Birinci usta da ondan 9 saat geç gördüyü üçün x üstəgəl 9 bərabərdir 9 üstəgəl 9 bərabərdir 18. Yəni birinci usta işi 18 saata görmüş olar. 21-ci sual. Üçbucaq ABC'də CD bərabərdir CB, AC bərabərdir 13, AD bərabərdir 6, DB bərabərdir 12 olarsa, ACD üçbucağının sahəsini hesablayın. Deməli, üçbucağın üzərində verilənləri qeyd edək. Verilib ki, CD bərabərdir CB-yə, yəni bu CD ilə CB bərabərdir. Deməli, DCB üçbucağı bərabər yanlı üçbucaqdır və ona görə də burada yan tərəflərin bərabərliyini işarə edirik. Daha sonra AC bərabərdir 13 verilmişdir, qeyd elədik 13. AD bərabərdir 6, DB bərabərdir 12, bu ünlükdə 12 santimetrdir. Qeyd etdik. Baxırıq ki, ACD üçbucağın sahəsini necə tapa bilərik? Üçbucağın sahəsi bərabərdir oturacağı ilə hündürlüyü hasilinin yarısına. Yəni bizə oturacaq verilmişdir. AD bərabərdir 6'ya, lakin hündürlüyü bilmirik. İndi hündürlüyü tapmalıyıq. Hündürlüyü tapmaq üçün də əvvəlcə buradan bir CO hündürlüyünü endiririk. Bunu özümüzdən çəkirik. Daha sonra baxırıq ki, bu CO hündürlüyü həm də bu DCB üçbucağının hündürlüyüdür. DCB üçbucağı da bərabər yanlı üçbucaq olduğu üçün bərabər yanlı üçbucaqda deməli oturacağa çəkilmiş hündürlük həm tənbələndir, həm də mediandır. Yəni bu CO hündürlüyü həm də mediandır. Ona görə də DB parçasını yarıya bölür. Yəni DB 12 olduğu üçün bu parça yarıya bölünür. Yəni DO bərabərdir OB-yə, o da bərabərdir 6 santimetr. Bunu tapdıq. Daha sonra baxırıq ki, CO hündürlüyünü necə tapaq? ACO üçbucağına diqqət yetirək. ACO üçbucağı özü düzbucaqlı üçbucaqdır. ACO üçbucağına Pifaqor teoremini tətbiq etməklə CO hündürlüyünü tapa bilərik. Belə ki, hipotenuzun kvadratı, yəni AC-nin kvadratı bərabərdir AO-nun kvadratı, AO katetinin kvadratı üstəgəl CO katetinin kvadratı. Biz CO hündürlüyünü tapmaq istəyirik. CO bərabərdir kök altda AC-nin kvadratı çıx AO-nun kvadratı. O da bərabərdir. AC 13 verilmişdir. AC-nin yerinə 13 yazırıq. 13'in kvadratı çıxılsın. AO-da deməli bura 6'dır. Buranın isə 6 olduğunu özümüz tapdıq. Yəni AO bərabərdir AD üstəgəl DO. Yəni 6 üstəgəl 6 12. AO 12'dir. Kök altda 13'in kvadratı 169 çıx 12'nin kvadratı 144 edər. Kök altda 25, o da bərabərdir 5'ə. Yəni CO hündürlüyünü tapdıq. İndi ACD üçbucağının sahəsini hesablayaq. Üçbucağın sahəsi bərabərdir AD, yəni oturacağı vurulsun CO hündürlüyü bölünsün 2'yə. Bu da bərabərdir AD 6'dır. CO hündürlüyünü 5 tapdıq, bölünsün 2'yə. Bu da bərabərdir 30 bölü 2, yəni 15 santimetr kvadratı. Yəni ACD üçbucağının sahəsi 15'ə bərabərdir. 22-ci sual.
Əbob AB bərabərdir 441 olarsa, cədvələ əsasən M-i tapın. Baxırıq ki, bizdə cədvəldən nə təsvir olunmuşdur? A və B ədədlərinin sadə vuruqları, müxtəlif sadə vuruqları və həmin sadə vuruqların sayı təsvir olunmuşdur. Əvvəlcə baxaq A ədədinə. A ədədi budur. Yəni A ədədinin 2 dənə vuruğu vardır. Vuruqlardan biri 3-dür, biri isə M-dir. Eləcə də B ədədinə baxaq. B ədədi də budur. Kvadratda işarə olunmuşdur. B ədədi üçün də vuruqlardan biri 3-dür, biri də M-dir. Yəni bu A və B ədədlərinin hər ikisi 3 və M vuruqlarından təşkil olunmuşdur. Lakin bu vuruqların sayı fərqlidir. Ona görə bunların sayına baxaq. Əvvəlcə A ədədinə baxaq. A üçün 3 vuruqlarının sayı neçə ədəddir? 6 dənə. Yəni A-da 6 ədəd 3 vuruğu vardır. Bunu da 3 üstü 6 şəklində yaza bilərik. Yəni 3 vur 3 vur 3, yəni 6 dəfə 3 vur 3 yazmaqdansa bunu 3 üstü 6 şəklində yazırıq. Vurulsun M vuruğundan neçə dənədir? Baxırıq ki, M vuruğundan 2 dənədir. Bunda M-in kvadratı şəklində yazırıq. Eyni qayda ilə B ədədi üçün B ədədinə baxaq. A vuruqlarından 3 vuruğundan neçə dənədir? 3 vuruğundan 2 dənədir. Yəni 3-ün kvadratı vurulsun. B ədədi üçün M vuruğundan neçə dənədir? 7 dənədir. 7 dənədir. Bunda M üstü 7 şəklində yazırıq. Artıq ədədlər bizə məlumdur. Şərtə qayıdırıq. Şərtdə vermişdir. A və B ədədlərinin əbobu 441-ə bərabərdir. Əbob nə deməkdir? Bu ədədlərin bütün orta vuruqlarının hasili deməkdir. Orta vuruqlarını tapırıq. 3 vuruğu üçün orta vuruğu 3-ün kvadratıdır. M vuruğu üçün isə orta vuruqlar M vur M, yəni M kvadratıdır. Əbobu tapdıq. Əbob bərabərdir 441. Bu tənliyi həll edək. M kvadratı bərabərdir 441 böl 9, o da bərabərdir 49 alırıq. Yəni M bərabərdir kök altı 49, o da bərabərdir 7. Bizdən də M-i soruşurdu. M bərabərdir 7 taparıq. 23-cü sual. Paralel köçürmədə B-2 7 nöqtəsi A10-3 nöqtəsinə keçir. Bu paralel köçürmədə AB parçasının orta nöqtəsi hansı nöqtəyə keçər? AB parçasının orta nöqtəsinin şərti olaraq O ilə işarə edək və əvvəlcə bu orta nöqtəni tapaq ki, sonra onun hansı nöqtəyə keçdiyini, hansı nöqtəyə köçürüldüyünü tapa bilək. Deməli, O nöqtəsinin koordinatlarını X və Y ilə işarə etdik və biz də bilirik ki, parçanın orta nöqtəsinin koordinatlarını onun uc nöqtələrinin koordinatları vasitəsilə tapırıq. Yəni, orta nöqtənin absisi, yəni X koordinatı bərabərdir. X1 üstəgəl X2 bölünsün 2-yə. Burada X1 -2-dir. X2 isə 10-dur. Yəni, -2 üstəgəl 10 bölünsün 2 bərabərdir 4. O nöqtəsinin absisi 4-dür. Daha sonra ordinata baxaq. Y bərabərdir. Y1 üstəgəl Y2 bölünsün 2. Y1 -2-dir. Daha sonra Y1 7-dir. Y2 isə -3-dür. Yerinə yazırıq. 7 üstəgəl -3 bölünsün 2 bərabərdir. 4 bölü 2 bərabərdir 2. Yəni, O nöqtəsinin ordinatı 2-yə bərabərdir. Biz artıq O nöqtəsinin absisini və ordinatını tapdıq. 4 və 2-dir. İndi isə bu nöqtənin paralel köçürmə nəticəsində hansı nöqtəyə keçdiyini tapaq və həmin o keçdiyi nöqtəni şərti olaraq O' ilə işarə edək və həmin nöqtənin absisini və ordinatında uyğun olaraq X' və Y' ilə işarə edək. Baxırıq ki, B nöqtəsi A-ya keçərkən X koordinatı nə qədər artmışdır? -2-dən 10-a qədər artmışdır. Yəni, 12 vahid artmışdır. Ona görə də X koordinatı da, yəni bu 4-də 12 vahid artmış olar. 4 üstəgəl 12 bərabərdir 16. Daha sonra Y-ə baxaq. B nöqtəsi A-ya keçərkən Y əvvəlcə 7 idi. Daha sonra -3 olmuşdur. Yəni, Y 10 vahid azalmışdır. Ona görə eyni qayda ilə burada da O nöqtəsinin Y-ni
10 vahid azaldırıq. 2 çıx 10 bərabərdir -8 alınır. Yəni artıq biz paralel köçürmə zamanı O nöqtəsinin köçürdüyü nöqtənin koordinatlarını tapmış olduq. Apsisi 16-dır. Ordinatı isə -8-ə bərabərdir. Yəni O ştrix 16 -8 düzgün cavab olar. 24-cü sual. B-in həndəsi silsiləsi üçün bu sistem tənliyi doğru olarsa B7-ni tapın. Əvvəlcə verilmiş sistem tənlikdə bəzi çevrilmələr aparaq. Deməli, biz bilirik ki, həndəsi silsilənin eynici həddinin düsturu necədir? Bn bərabərdir. B1 vurulsun Q üstü n çıx 1. Yəni, B6 bərabərdir. B1 vurulsun Q üstü 6 çıx 1, yəni Q üstü 5. B6-nı B1 vur Q üstü 5 şəklində yazırıq. Eyni düsturu digər hədlərə də tətbiq edirik. B4-ü B1 vur Q kubu şəklində yazırıq. Bərabərdir 6. B9-u B1 vur Q üstü 8 şəklində. B7-ni isə B1 vur Q üstü 6 şəklində yazırıq. Bərabərdir 48. Daha sonra bu sistem tənliyi həll etməyə çalışaq. Buradan ortaq vuruğu mötərizə xaricində çıxardıq. Ortaq vuruq B1 vur Q kubudur. Çıxardıq. Vurulsun Q kvadrat çıx 1 alınar. Yəni Q üstü 5-i Q kubuna böldük. Q kvadratı qaldı. Daha sonra ikincidən də ortaq vuruq B1 vur Q üstü 6-dır. Bunu da mötərizə xaricinə çıxarsaq, deməli B1 vur Q üstü 6 vurulsun Q kvadrat çıx 1 alınar. Daha sonra sadəlik üçün bu tənlikləri alt-alta bölək. Alt-alta bölsək, bunlar deməli oxşar hədlər ixtisar gedəcək. Q kvadratı çıx 1 tamamilə ixtisar gedir. Buradan B1 ixtisar gedir. Q kubunu da Q üstü 6-ya böldükdə 1 böl Q kubu alınar. Buradan da 6-nı 48-ə böldükdə 8-də 1 alınar. Daha sonra buradan Q kubu bərabər 8 alınır. Oradan da Q bərabərdir. Kök altı 3-cü dərəcədən 8. Yəni Q bərabərdir 2-yə. Q-nü tapdıq. Bizə B7-ni tapmaq üçün nə lazımdır? B1 lazımdır və Q lazımdır. Q-nü tapmışıq. Q-nün qiymətini burada birinci tənlikdə yerinə qoymaqla biz birinci tənliyi burada sadələşdirmişdik. Yəni burada yerinə qoymaqla B1-i tapa bilərik. Yerinə qoyaq B1 vurulsun. Burada Q kubunun yerinə 2-nin kubu yazırıq. Daha sonra burada Q kvadratının yerinə 2-nin kvadratı yazırıq. Və bu tənliyi həll edirik. Buradan nə alınır? 2-nin kubu edir 8. 8 vurulsun 2-nin kvadratı çıx 1 edər 3. Yəni 8 vur 3 24. Yəni B1 bərabərdir 6 bölünsün 24. O da bərabərdir 4də 1 edər. B1-i tapdıq. İndi isə B7-nin düsturunu yazırıq. B7 bərabərdir B1 vur Q üstü 6. O da bərabərdir. B1-in yerinə 4də 1 yazırıq. Q-nün yerinə 2 yazırıq. 2 üstü 6. O da bərabərdir. 2 üstü 6 64 edər. 64 böl 4 edər 16. Yəni B7-ni tapdıq ki, 16-ya bərabərdir. 25-ci sual. 6 dosent 5 professordan ibarət qrupdan 3 nəfər seçilir. 2 dosent 1 professor seçilməsi hadisəsinin ehtimalını tapın. Bilirik ki, ehtimal nəyə bərabərdir? Ehtimal bərabərdir əlverişli hallar sayının ümumi hallar sayına nisbətinə. Əvvəlcə ümumi hallar sayını tapaq. Deyək ki, burada 6 dosent verilib, 5 professor. Biz buradan 3 nəfəri seçmək istəyirik. Və 3 nəfərin seçilməsi hallarının sayı kombinezon 11-dən 3 olar. Niyə görə burada kombinezondan istifadə edirik? Çünki 3 nəfərin hansı ardıcıllıqla seçilməsinin bir önəmi yoxdur. Ardıcılığın önəmi olsaydı, onda biz permutasiyadan istifadə edərdik. Burada isə kombinezon istifadə olunur. Daha sonra 6 dosentdən 2 dosentin seçilməsi hallarının sayı kombinezon 6-dan 2-dir. 5 professordan 1 professorun seçilməsi hallarının sayı isə kombinezon 5-dən 1-dir.